İyunun 26-sında saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərmanov rayonu Ələsgər Qaybov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Yenavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyti iyunun 28-də saat 15:35-də Bakı şəhəri Suraxanlı rayonu Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Stat: Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib. Hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərmanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir. Statın sonu.